Bismillah. Bürclərin 12 yanvara ən düz proqnozu. Qoç iş və pul mövzularında sürətli qərarlar verəcəksiniz. Tələsməyin, axşam saatları daha uğurludur. Boğa, maddi şanslar açılır, gözlənilməz təklif ala bilərsiniz. Duygusal qərarlardan qaçın. Əkizlər, ünsiyyət və xəbərlər günü. Köhnə bir məsələ yenidən gündəmə gələ bilər. Xərçəng, daxili gərginlik arta bilər. Ailə və ev mövzuları sizi sakitləşdirəcək. Şir, diqqət mərkəzindəsiniz. İşdə liderlik etməyiniz sizə üstünlük qazandıracaq. Qız, planlı hərəkət etdikcə uğur sizinlədir. Sağlamlığınıza biraz da diqqət yetirin. Tərəzi, münasibətlərdə açıq danışmaq problemləri həll edəcək. Pulda balansı qoruyun. Əqrəb, gizli qalan həqiqətlər üzə çıxa bilər. Duyğularınızı nəzarətdə saxlayın. Ox atan, yeni ideyalar və yollar açılır. Qısa səfərlər və görüşlər uğurludur. Oğlaq, karyera ilə bağlı önəmli addım ata bilərsiniz. Qədri, səbriniz mükafatını verəcək. Dolça, gözlənilməz dəyişikliklər günüdür. Yeniliklərdən qorxmayın. Balıq, hissləriniz güclənir, intuisiyanıza güvənin, axşam saatları daha rahatdır.